Deməli, şahidlər, Amerika Birləşmiş Ştatları 1-ci Dünya Müharibəsindən sonra bilirsiniz ki, 1-ci Dünya Müharibəsi Amerika üçün böyük qazanc oldu. Ən uğurlu çıxan Amerika oldu. Gec qoşulmasına baxmayaraq ən uğurlu çıxan oldu. Ərazisində hərbi əməliyyatlar getmədiyi üçün ölkənin iqtisadiyyatının inkişafına müsbət təsir göstərmişdi. Milli gəliri xeyli artdı. Amma İngiltərədə xatırlısı tərsinə demişdik. İngiltərədə milli gəlir azalmışdı. Kapital ixracı artsa da, yenə də 20-ci əsrin ortalarına qədər bu ixracda, kapital ixracı üstünlük İngiltərədə qalırdı. Bu da ki, müstəmləkələrin çox olmasından bağlı idi, bilirsiniz. İngiltərənin müstəmləkələri çox idi. Müharibədən sonra ABŞ-da narazılıq artdı. Çünki Woodrow Wilson Paris Sülh Konferansından sonra siyasətdə ABŞ-ın üstünlüyünü təmin etməyi bacarmadı. Çünki xatırlayırsınızsa, Paris Sülh Konferansının şərtlərini ABŞ Senatı təsdiqləməmişdi, ratifikasiya etməmişdi. Bundan sonra Woodrow Wilson özü və partiyası nüfuzdan düşdü. Bunun üçün bir neçə düzəlişlər etməyə çalışdı. Bunlardan biri qadınlara seçki hüququnun verilməsi idi ki, bu bəzi qrupların, xüsusən protestantların narazılığına səbəb oldu. İkinci, spirtli içkilərlə bağlı onların istehsalı satışı qadağan edilirdi ki, bu da ölkədə çeşitli pulların işə düşməsi, yəni qara bazarın geniş istifadə olmasına, fəaliyyətin artması səbəb olmuşdu. Növbəti seçkilərdə Woodrow Wilson məğlub oldu və Warren Harding gəldi hakimiyyətə. Həmin dövrlərə baxırıq, Afro-Amerikalıların şimala doğru hərəkəti çoxaldı. Amma hələ də Afro-Amerikalılar yerli xalqlardan, yəni Amerikalılarla bərabər geniş hüquqlara malik deyildi. İrqi ayrı-seçkilik hələ də qalmaqdaydı. Warren Hardingin dövründə müsbət addımlar atdı. Ölkənin inkişafı üçün fəaliyyətini genişləndirdi. Xarici siyasətdə Amerikanın rəqibləri olan dövlətlərlə əlaqələri qaydaya salmağa çalışdı. ABŞ Almaniya ilə sülh müqaviləsi imzaladı. Washington konfransı çağırıldı. Bunu xatırlayırsınızsa demişdik. Səbəbini Amerika mövcud məsələlərdən geridə qalmaq istəmirdi. Washington konfransı Çinlə bağlı məsələlər həll olundu. Yəni Çin azadlığı və ərazi bütövlüyü təminat altına alınmış oldu. Təsdiqləndi burada. Ölkədə korrupsiyanın yaranması, yəni geniş yayılması və burada baş nazirin və digər vəzifəli şəxslərin adının hallanması Warren Hardingin nüfuzuna mənfi təsir göstərmişdir. 1923-cü ildə Qərb Ştatlarına səfər zamanı vəfat edir. Calvin Coolidge'in hakimiyyət dövrünə baxırıq. Calvin Coolidge'in dövründə şüar bu idi. ABŞ-ın işi biznesdir. Bu şüarla hərəkətə başladı. İri kapitala qoyulan vergilər azaldıldı. Yəni, kapitalizmin inkişafına şərait yaradıldı. İstehsal üzrə dövlət nəzarəti ləğv edildi. Yəni, müəssisələr sərbəst şəkildə öz istehsalını həyata keçirə bilərdi. Dövlətin iqtisadiyyatı tənzimləmə siyasətindən imtina, yəni, dövlət iqtisadiyyatının gedişatına nəzarət eləmir. Hər bir müəssisə özü sərbəst şəkildə öz işini həyata keçirirdi. Çiçəklənmə dövründə iqtisadiyyatda konveyer üsulundan istifadə olunurdu. İşin sistemli, ardıcıl şəkildə həyata keçirilməsində nəzərdə tutulur burada. Konveyer üsulu, xüsusən də Henry Fordun zavodlarında bu üsul tətbiq olunurdu. Bu isə istehsalın sürətlənməsi səbəb olmuşdu ölkədə. Konveyer üsulunu burada tərif olaraq da deyə bilərsiniz. Baxın, burada da qeyd edilibdir.
istehsal prosesinin ardıcıl yerləşdirilmiş avadanlıqlarla həyata keçirilməsi və qısa müddətli əməliyyatlara bölünməsi nəticəsində istehsalın sürətlənməsi. Calvin Coolidge'in dövründə mühacirətlə bağlı məsələləri həll elədi. Belə ki, Şərqi Asiyadan mühacir axını qadağan oldu. Şərqi Asiya, yəni Çin, Yaponiya, o zonalar Şərqi Asiyaya gedir. Digər ölkələrdən isə gələnlərə məhdudiyyətlər qoyulmuşdu. Xarici siyasətdə Avropa ölkələrə qarşılıqlı əlaqələr davam etdirilmişdi. Almaniya təzminat məsələsi dəstəklənməsi siyasəti həyata keçirilirdi, çünki Almaniya təzminat ödəmək çətinlik çəkirdi. Latin Amerikası ölkələrinə yardımlar etməklə öz təsirini həmin regionda genişləndirməyə çalışırdı ki, bunu da nail oldu. Filippin və Havay adalarında ABŞ-ın mövqeyi möhkəmləndi. Ümumiyyətlə, nəticə etibarilə Calvin Coolidge'in dövrü ABŞ-ın nüfuzu xeyli güclənmişdi. Rifah dövrünün sonu 29-cu ildə, yəni 20-ci illərin sonunda bu yüksəliş birdən-birə çöküşə səbəb olmuşdu. Dünya iqtisadi böhranı başladı. 1903-cü ildə birinci bir iqtisadi böhran idi. Bu isə ikinci dəfə böyük iqtisadi böhran idi. Səbəb bu idi ki, şahidlər, istehsal tələbatdan artıq idi. Yəni, iqtisadi böhran səbəbi budur. Bizə lazım olan, məsəl üçün deyirik, bizə lazımdır 5 dənə qələm lazımdır, amma zavod istehsal edib, müəssisə istehsal edib 50 dənə qələm. 5 satıldı, gerisi qaldı əlimizdə. Və o da satılmadığı üçün pul dövriyyəsi olmadı. Nəticədə bu xırda və orta müəssisələrə çox pis təsir edir. Çünki onların arxada böyük bir pul ehtiyatları yoxdur, rezervi yoxdur. Nəticə etibarilə də o kiçik və orta müəssisələr əksəriyyəti burada iflas edib batır. Və böyük müəssisələr ayaqda qalmağa çalışır. Bu isə inhisarların artmasına səbəb olur. Yəni müəssisələr təmərküzləşir. Xırda və orta müəssisələr ya məhv olur, ya da onlar böyük müəssisələr tərəfindən birləşdirib öz hüquqlarını itirirlər. Bu isə böhran deməkdir. ABŞ-da 20-ci illərdə fundamentalizm dini hərəkatı. Nədir bu? Təkamül nəzəriyyəsinin öyrənilməsinə etiraz edirdi. Təkamül nəzəriyyəsini bilirsiniz. Darwin nəzəriyyəsi. Darwin nəzəriyyəsi, yəni insanın meymundan əmələ gəlməsini orada təbliğ edirdi. Amma bir neçə ştatda təkamül nəzəriyyəsi öyrənilməsi qadağan olunmuşdu. Hətta məhkəmə də bununla bağlı əvvəldə qərar çıxarmış, sonra isə bu qərar ləğv edilmişdi. Bu ehtiyac yoxdur məsələdə. Yəni köhnə kitablarda bunu yazırdı, məhkəmədə qərar çıxarılmışdı bununla bağlı. Müasir dövrdə də bəli, bildiyiniz kimi təkamül nəzəriyyəsi bəzi ölkələrdə hələ də fənn olaraq biologiya fənnində tədris olunur. Biz düzdür bunu qəbul etmirik. Təkamül nəzəriyyəsi insan meymuna yaranması əsla qəbul edən bir şey deyil, amma hələ də onu qəbul edib tədris edənlər var. Herbert Hoover, onun hakimiyyət dövründə ölkənin inkişafı nəzərdə tutulurdu. Bunun üçün müəyyən tədbirlər görüldü. Yoxsullardan qaldırmaq üçün çalışırdı, amma 1929-cu ildə başlayan dünya iqtisadi böhranı bütün bu planların hamısını alt-üst eləmiş oldu. Nəticədə həmin dövr uğursuz oldu, heç bir nəticə əldə edə bilmədilər. Dünya iqtisadi böhranı ilk dəfə ABŞ-dan başlamışdı. Böyük böhran adlanırdı. ABŞ-dan sonra digər ölkələrə, xüsusən Avropa ölkələrinə də nə etmişdi? Təsir göstərmişdi. Bunu Almaniya mövzusunda dedik. Almaniya həmin dövrdə Avropa dövlətlərindən və ABŞ-dan aldığı kreditləri dayandırmalı oldu. Çünki həmin ölkələr böhranı bəhanə edərək Almaniya yardımı dayandırmışdılar. Amerikadan sonra Avropaya da təsir göstərmişdi. Roosevelt'in hakimiyyəti dövrü. Franklin Roosevelt hakimiyyətə gəldikdən sonra dünya iqtisadi böhranından, böyük böhrandan çıxmaq üçün tədbirlər görməyə başladı. Əsas iş bu idi. Deməli, sənaye müəssisəsi işini bərpa etməyə çalışdı. İşsizlik problemi aradan qaldırmaya çalışırdı. Əsas hədəfləri bu idi. Ona görə də bu vəziyyətdən çıxmaq üçün yeni xətt siyasəti ortaya atmışdı. Yeni xətt siyasətində iqtisadiyyata fəal dövlət müdaxiləsi. Əsas prinsip bu idi. Biraz əvvəlki hissədə dedik ki, xatırlayırsınızsa, iqtisadiyyat dövlət nəzarəti azalmışdı Calvin Coolidge'in dövründə.
Burada isə iqtisadi fəal dövlət müdaxiləsi. Əsas şüarı prinsip bu idi. Burada məsələmiz nədir? Kənd təsərrüfatı sənayesinin işini bərpa etməyə çalışdı, işsizliyi aradan qaldırmağa cəhd eləmişdi. Baxaq görək, onu bu tədbirləri həqiqətən işə yarayacaqmı? Birinci, demək ki, neynədi? Maliyyə tədbirlərinə başlamış oldu. Bank sistemi üzərində dövlət nəzarəti qoyuldu, islahatlar keçirildi. Yeni iş yerləri açıldı. Sonra kənd təsərrüfatında artıq məhsul dövlət tərəfindən alındı. Baxın, burada qeyd edilmişsə onu deyəcəm. Əhalinin sosial vəziyyəti yaxşılaşdırılması çalışıldı, sosial təminat haqqında qanun verildi. İlk dəfə olaraq təqaüd və sosial müavinət sistemi, yəni pensiya, bizim bildiyimiz pensiya yaradılmış oldu. Sosial müavinətlər. İşsizlər üçün sığorta sistemi yaradıldı. Burada kənd təsərrüfatla bağlı məsələni qeyd eləmədi. Aha, kənd təsərrüfatı vəziyyət adını yazdı, amma qısa üstündən keçdi. Kənd təsərrüfatında artıq məhsullar dövlət tərəfindən alınırdı və ya onlar məhv edilirdi ki, kütləvi şəkildə çox məhsul istehsalı o məhsullarda qiymətini çox ucuzlaşdırırdı ki, bu da problemlərə gətirib çıxarırdı. Yəni, həmin məhsulların və pulun dəyərdən düşməsinə səbəb olurdu. Ona görə kənd təsərrüfatında məhsul artıq açıqlaması bu idi. Məhkəmə ilə bağlı elə bir şey yoxdur, lazım deyil. Gələk, xarici siyasətdə ABŞ təcridsiz siyasəti yeridirdi. 20-30-cu illərdə biz bunu Versal Vaşinqton sistemində demişdik sizə. Buna görə orada Avropada baş verən proseslərə qarışmağa nəzərdə tuturdu və bu səbəbdən Millətlər Cəmiyyətinə qoşulmamışdı. Xarici siyasət təcridçilik davam etdirilirdi. Mehriban qonşuluq siyasəti Latın Amerikası ölkələrinə qarşı bu böyük dəyənək siyasətinin başqa forması idi. Burada da yazıbdır. Theodore Roosevelt'in irəli atdığı böyük dəyənək siyasətinin başqa forması idi. Sonra Almanya, İtaliya, Yaponiyanın Amerika ölkələrində, Latın Amerikasında təsirinin qarşılanmağa çalışırdı. Otuz üçüncü ildə SSR-ni bir dövlət kimi tanıdı ABŞ və onunla diplomatik münasibətlər yaratdılar. Sonra 35-ci bitəfəlik qanun vardı. Bu qanunun mahiyyəti bu idi ki, ABŞ münaqişə aparan heç bir tərəfə silah satılmağı nəzərdə tuturdu. Burada isə işğalçı dövlət isə işğala məruz qalan fərq etməz. Bütün tərəflər nəzərdə tutulur ki, heç bir tərəfə silah satmayacaqdı. Daha sonra isə İkinci Dünya müharibəsi başladıqdan sonra isə Lend-Liz haqqında qanuna görə, borc və kirayelər haqqında qanuna görə öz təhlükəsizliyi üçün müttəfiq hesab etdiyi dövlətlərə yardım göstərirdi. Əvvəlcə Böyük Britaniya, sonra isə SSR-yə şamil oldu. Bunu İkinci Dünya müharibəsinin gedişatını deyəcək sizə. Böyük Britaniya və Almaniyanı demişik. Bundan əvvəlki mövzuda onun izahını vermişik sizə. SSR-i, Sovet Rusiyası. Bu Azərbaycan tarixində də deyilib 20-ci əsrin əvvəllərində bununla bağlı müəyyən məlumatlar var. Amma yenə də burada Rusiya üçün danışırıq. Bilirsiniz ki, Rusiya, ya da sırayla gedək, demirəm oranı. 1917-ci fevral Burja inqilabı və bununla da Rusiyada Romanovlar sülaləsi hakimiyyətdən getdi, monarxiya devrildi. Rusiyada 1917-ci il Azərbaycan tarixi 20-ci əsrin əvvəllərində bu mövzu haqqında danışacaq. AXC-dən əvvəlki hissədə. Ölkədə iki hakimiyyətlik yarandı. Bir, müvəqqəti hökumət idi. Bunlar əsasən burjuaziya mülkədarlardan ibarət idi və onlar Birinci Dünya müharibəsini davam etdirirdilər.
İkinci isə Fəhlə və Əsgər Deputatları Soveti idi. Əsas dayağı fəhlə və kəndlilər idi. Leninin rəhbərliyində yaranmış bir partiya idi. Onlar isə əhalini, daha doğrusu kəndlilərə torpaq sahəsi paylamaq və bir də Rusiyanı müharibədən çıxartmaq vədi vermişdi ki, bununla da tərəfdarların sayı artmışdı. Nəticədə Rusiyada iki hakimiyyətlik yarandı. Müvəqqəti hökumətin görmək istədiyi tədbirlər səmərə vermədi və müəyyən sahələrdə gecikdi. Eyni zamanda müharibəni davam etdirirdi. Ona görə az sonra müvəqqəti hökumət etibardan düşdü. Onun nüfuzu azaldı. 17-ci ildə müvəqqəti hökumətə qarşı Korilovun rəhbərliyi altında qiyam təşkil olundu, çevriliş eləmək istirdi. Amma bu baş tutmadı. Bu qiyam yatırıldı və Rusiya sentyabr ayında respublika elan olundu. Testlərdə bunu soruşacaq. Xronologiya Rusiya respublika elan olması 1917 sentyabr ayında. Amma müvəqqəti hökumətin verdiyi vədləri yerinə yetirə bilməməsi və eyni zamanda ondan narazı olan qüvvələrin çoxluğu gətirdi nəyə çıxardı? Fəhlə Deputatları Soveti, yəni Lenin rəhbərliyi altında olan bu partiya növbət dəfə çevriliş elədi. 1917-ci ildə oktyabr ayında 1917 oktyabr ayında Lenin rəhbərliyi altında Bolşeviklər çevriliş edildilər, nəticədə hakimiyyəti ələ keçirmiş oldular. Rusiyada ikinci çevriliş idi. Dediyimiz kimi onların da nüfuzun artması səbəb olmuşdu. Kəndlərə torpaq paylanması və bir də Rusiya müharibədən çıxartmaq vədi. Nəticədə Rusiyada Sovet hakimiyyəti, Xalq Komissarları Soveti hakimiyyəti yaranmış oldu. 1917-ci ilin oktyabr ayında. Bu çevrilişdən sonra ölkədə keçmiş imtiyazlar ləğv edildi. Hakimiyyət keçdi, Bolşeviklərin əlinə, bütün vətəndaş hüquqi bərabərliyi elan olmuş oldu. Müəssislər Məclisi qovuldu. Müəssislər Məclisi ölkədə konstitusiya hazırlayacaq orqan idi, onu qovdular. Sovet Rusiyası 1918 martın 3-də Brest-Litovsk müqaviləsini imzaladı. Bunu biz Birinci Dünya müharibəsində demişdik. Bununla da Rusiya Birinci Dünya müharibəsindən çıxdı. Şahid diqqətli olursunuz. Orada bəzən yazır ki, Çar Rusiyası Brest-Litovsk müqaviləsini ona aid edirlər. Yəni belə bir ifadə görsəniz yanlışdır, səhvdir. Onu səhv götürürsünüz. Brest-Litovsk müqaviləsi Çar yox, Sovet Rusiyasına aiddir. Diqqətli olun, bir dənə ifadə Rusiyanı görə bilərsiniz orada. Rusiyanı görüb yanlış götürməyin variantı. Rusiyaya aid deyil, Sovet Rusiyasına aiddir. Vətəndaş müharibəsi 1918-20-ci illərdə Rusiyada deməli, Bolşeviklər bir tərəfdə, digər tərəfdə isə Ağ Qvardiyası, yəni müvəqqəti hakimiyyətin, müvəqqəti hökumətin ordusu. Onlar arasında mübarizə başladı. Bu mübarizə gətirir, nəyə çıxartdı? Vətəndaş müharibəsi səbəb oldu. Çünki müvəqqəti hökumətin tərəfdarı olan deməli, burjuaziya və mülkədarlar öz hakimiyyətlərini itirmək istəmirdilər. Buna görə də aralarda mülkədarlar öz hakimiyyətini və mülkiyyətlərini itirmək istəmirlər. Buna görə də onlar arasında mübarizə başlar və bu mübarizə vətəndaş müharibəsi adlanırdı. Sovetlər, yəni Bolşeviklər öz düşmənləri qırmızı terrordan istifadə etdilər. Öz qurduqları qırmızı ordu vasitəsilə, qızıl ordu adlanırdı. O ordu vasitəsilə düşmənə qarşı sərt tədbirlər həyata keçirdilər və bu terrorun da ilk qurbanı Çar 2. Nikolay oldu. Əsir götürmüş olan bu hökmdar ailə üzvləri bərabər edam olundu, güllələndi. Hərbi kommunizm siyasəti həyata keçirdilər və bunun nəticəsində Bolşeviklər müharibə gedişatında qalib gəldilər. 1918-ci ildə isə konstitusiya qəbul olundu. Rusiyada ilk konstitusiya. Hərbi kommunizm mahiyyəti nədir? Bütün müəssisələr dövlətin əlində toplaşırdı. İstehsal və bölgə dövlət nəzarəti qoyulurdu, yəni nə qədər istehsal olunacaq və bu necə bölünəcək insanlar arasında. Kənd təsərrüfatında sərt vergi siyasəti tətbiq olunmuş oldu və ərzaq sapalağı tətbiq olundu. Ərzaq sapalağı nədir? Kəndin əlində olan artıq məhsul zorla, məcburən aşağı qiymətə dövlət tərəfindən alınırdı. Kəndliyə, yəni onun qarşılığında çox cüzi bir məbləğ verilir, qəpik quruş verilirdi. Dövlət bunu öz hesabına alırdı və ordunun ehtiyaclarını sərf edirdi. Nəticədə bu formada ərzaq bolluğu yaratmaqla Sovet ordusu, yəni qırmızılar vətəndaş müharibəsi gedişatında üstünlüyü ələ keçirmiş oldular.
Konstitusiya. Deməli, Rusiya RSFSR elan olundu. RSFSR yarandı. Rusiya Sovet Federativ Sosial Respublikası yarandı. Proletar diktaturası mövcuddur. Fərqi ki, onlar fəhlə sivil maraqlarına xidmət edirdi. Bu formada zəhmətkeş xalqın tərəfini tutan, onların hüquqlarını müdafiə edən bir idarə etmə forması proletar diktaturası. Yeni iqtisadi siyasət YIS adlanır. Ölkədə baş verən qarşılıqları, narazılığa son qoymaq üçün, geriliyi aradan qaldırmaq üçün Rusiya, yəni Sovet Rusiyası RSFSR 1921-ci yeni iqtisadi siyasət həyata keçirdi. Yeni iqtisadi siyasətin mahiyyəti ölkədə müəyyən qədər kapitalizmin yaranmasına, kapitalizm quruluşu münasibətlərinin yenidən formalaşması, ortaya çıxmasına şərait yaratmışdı. Nəticədə ərzaq sapalağı ləğv olundu, artıq ərzaq vergisi tətbiq olundu. Hər bir kəndli özü sərbəst şəkildə ərzaq vergisi verirdi dövlətə. Sonra ticarət azadlığı elan olunmuşdu. Kəndli əlindəki artıq məhsulun sahibi olurdu. Dövlətə vergi verəndən sonra artıq məhsul özündə qalırdı. Onu istədiyi kimi bazara çıxa bilərdi, sata bilərdi və şəxsi mülkiyyətində saxlaya bilərdi. Sahibkarlıq yenidən fəaliyyətini bərpa elədi, sərbəst ticarətə icazə verildi. Bazar iqtisadiyyatı inkişaf etdi. Bazar iqtisadiyyatı bilirsiniz ki, bu hansı quruluşa aiddir? Kapitalizm siyasətinə aiddir. Yeni iqtisadi siyasətdə ölkənin iqtisadi inkişaf baş verdi. SSR-in yaranması 1922-ci ildə yarandı. 22-ci ilin deməli dekabrın açısında Sovetlər qurultayı keçirildi. Həmin qurultayda Rusiya, RSFSR, Ukrayna SSR, Belarus SSR və ZSFSR. Bunun haqqında Azərbaycan tarixində danışacaq. ZSFSR. Bunun haqqında deyəcəyik. Bunların dördünün yaranması ilə yarandı SSR. SSR yaranmış oldu 1922-də. 24-də isə onun ilk konstitusiyası qəbul olundu. Bu konstitusiyada düzdür, hər bir xalqın öz azadlığını müəyyən etmə hüququ verilirdi, amma bunlar hamısı sözdə deyilirdi. Yeniden qurma siyasəti, deməli, burada məsələmiz nədir? 20-ci illərin ikinci yarısında yeni iqtisadi siyasət dövründə qolçomaqlar təbəqəsi artdı, azad sahibkarlıq artdı. Rusiya bunu sosializm sistemi, bunu özü üçün təhlükə hesab etdi. Buna görə də yenidən qurma siyasəti həyata keçdi. 20-ci illərin ikinci yarısından etibarən, yəni 25-dən etibarən YIS-dən imtina edildi və nəticədə sənayeləşmə, kollektivləşmə, mədəni sahəsində sosializm, quruculuq şüarları ortaya atılmış oldu. Lenin vəfatından sonra hakimiyyətə Stalin gəlmişdi. Sənayeləşmə xətti. Şairlər, burada çox danışmaq istəmirəm, çünki Azərbaycan tarixində bunu geniş deyəcəyik.